Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin söz ədəbi məclisində bölmə və Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, şair, tədqiqatçı Mirhaşım Talışlının 100 illik yubileyi münasibəti ilə Dedim ki, Sözüm Qala adlı yubiley tədbiri keçirilib. Tədbirdə bölgə yazarları, mərkəzin əməkdaşları, Lənkəran Dövlət Universitetinin professor və müəllim heyəti, ziyalılar, yubilyarın tələbələri, qələm dostları, mədəniyyət xadimləri iştirak edirdilər. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, yazıcı dramaturq Qafar Cəfərli tədbiri giriş sözü ilə açaraq Mirhaşım Talışlının ədəbiyyatşünas alim, şair və tədqiqatçı kimi xidmətləri barədə məlumat verdi. Onun Fövzülüfsaha ədəbi məclisini yenidən bərpa etməklə Azərbaycan ədəbiyyatına böyük xidmət göstərdiyini bildirdi. Lənkəran Dövlət Universitetinin professoru, əməkdar müəllim Yadulla Ağazadə yubilyarın həyat və yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi. Ardınca professor, filologiya elmləri doktoru Kamran Kazımov və digər qonaqlar çıxış edərək yubilyarla bağlı xatirələrini, alim, şair və tədqiqatçı kimi onun yaradıcılığı və şəxsiyyəti haqqında düşüncələrini bölüşdülər. Lənkəran şəhərindəki Cəfər Cabbarlı adına musiqi məktəbinin müəllimlərinin yubilyarın qəzəlini muğam üstə ifa etmələri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.